Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselam ala seyyidina Muhammedin ve ala alihi tayyibin tahirin ve sahbihi ecmaîn ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz bacılar, bugünkü mövzumuz Həzrət Əbu Bəkirin dövründə Quran-ı Kərimin toplanması, cəm edilməsi haqqında olacaqdır. Həqiqətən də bu mövzu çox maraqlı, çox əhəmiyyətli, mühüm mövzudur. Maraqlı mövzudur ona görə ki, hər birimiz bizim müqəddəs kitabımız sayılan Quran-ı Kərimin bir kitab halında necə toplanmasını bilmək istəyir. Mühümdür ona görə ki, biz öz kitabımız barəsində hər şeyi bilməliyik. Və bununla yanaşı bəzən Quran-ı Kərimin toplanması haqqında müəyyən şayələr, şübhələr dolaşır ki, kitab düzgün toplanmamışdır, filan ayələr daxil edilməmişdir, filan şey olmuşdur və s. əlahır. Ona görə də bizim hər birimizin Allah Taala'nın bəndəsi olaraq, Quran-ı Kərimin əskəri olaraq bilməyimiz vacibdir ki, müqəddəs kitabımız necə cəm olmuşdur, necə toplanmışdır, bunun üçün hansı işləri görmüşlər və s. əlahır. Həzrəti Peyğəmbərin zamanında Quran-ı Kərim bir kitab halında toplanmamışdı. Bunun bir neçə səbəbi vardı. İlk səbəb bundan ibarətdir ki, hələ Peyğəmbər həyatdaydı. Və Quran-ı Kərimi əzbər bilən səhabələr ordusu mövcuddur. Bu birinci səbəbdir. İkinci səbəb bundan irəli gəlir ki, o dövrdə hələ Quran-ı Kərim tamamlanmamışdı. Vəhiy davam edirdi. Hər gün yeni ayələr nazil olurdu. Və bu yüzdən də Həzrət Peyğəmbər sadəcə olaraq enən vəhiyləri özünün vəhiy katiblərinə, vəhiy mirzələrinə yazdırırdı. Və buna görə də hələ heç kəs Quran-ı Kərimi iki cild arasında toplamaq barədə düşünməmişdi. Lakin Həzrət Peyğəmbərin vəfatından sonra vəziyyət tamamilə dəyişmişdi. Müəyyən səbəblər, amillər ortaya çıxdı ki, müsəlmanlar Quran-ı Kərimi bir kitab halında cəm etmə qərarına gəldilər. Quran-ı Kərimin cəm edilməsi Peyğəmbərimizdən sonra xəlifə olan Həzrət Əbu Bəkirin dövründə baş vermişdi. Səbəblər çoxdur. Bunları bir-bir inşallah sizlərə sadalayacağıq. Bunlardan əsas, ən mühümü bu idi ki, Həzrət Peyğəmbər artıq həyatda yox idi. Vəhiy kəsilmişdi. Canlı Quran mövcud deyildi. Bu birinci səbəbdir. İkinci səbəb ondan irəli gəlir ki, Həzrət Əbu Bəkirin zamanında bir çox qəbilələr xilafətə, yəni İslam dövlətinə zəkat verməkdən imtina elədilər. Digər qəbilələr isə ümumiyyətlə dindən döndülər. Yalançı peyğəmbərlər peyda oldu. Və Həzrət Əbu Bəkir ümmətin lideri kimi, dövlətin başçısı kimi bu taliyüklü problemlə məşğul olmaq qərarına gəldi. Və buna görə də müsəlman orduları heç vaxt, heç bir zaman itirmədən, vaxt itirmədən o yalançı peyğəmbərlərin üzərinə, o dindən dönmüş tayfaların üzərinə getdilər. Belə döyüşlərdən biri də Yəmən yaxınlığındakı Yəmamə adlanan ərazidə baş vermişdi. Müsəlman orduları yalançı peyğəmbər Müseyləmənin üzərinə hücuma keçmişdilər. Bu zaman Müseyləmənin ətrafında təxminən 100 minə yaxın qoşun toplanmışdı. Müsəlmanların sayı isə 13 min nəfər idi. Və müsəlmanların ordusunun da müəyyən hissəsini yenicə İslama daxil olmuş şəxslər təşkil edirdi. Və buna görə də sayları təxminən 3 minə yaxın səhabə qərara gəlir ki, məhz əsas avangard, vurucu qüvvət kimi biz çıxış etməliyik. Və bu səhabələrin böyük əksəriyyəti Quran-ı Kərim hafizləridirlər. Onların əmələ gətirdiyi dəstəni tarix kitablarında Qıt'atu Həmələtil Qur'ani, Quran-ı Kərim hafizlərinin dəstəsi adlandırırlar. Bu dəstə Həzrət Peyğəmbərin dizinin dibində tərbiyə almış, Quran-ı Kərimi əzbər bilən, İslam üçün canından keçməyə hazır olan fədakarlardan ibarət idi. Məhz bu şəxslər Əbu Hüzeyfənin mövlası
Salimin başçılığı ilə, Salim İbn Məqəlin başçılığı ilə toplandılar və düşmən üzərinə hücum etdilər. İbn Kəsir özünün tarix kitabında yazır ki, bu 3000 nəfərdən ibarət hafizlər ordusu döyüşdə əridi getdi. Amma düşmənin də kökü kəsildi. Göründüyü kimi döyüşdə Quran-ı Kərimi əzbər bilən səhabələr həlak olmuşdu. Böyük əksəriyyəti həlak olmuşdu. Bu xəbəri Həzrət Ömər, Həzrət Əbu Bəkirə, xəlifəyə çatdırır ki, ey Əbu Bəkir, ey müsəlmanların xəlifəsi, bu döyüş, yəni Yəmamə döyüşü müsəlmanlar üçün çox ağır oldu. Bu döyüşdə Quran hafizlərinin çoxu şəhid oldu və mən qorxuram ki, hafizlərin getməsi ilə, həlak olması ilə Quran-ı Kərimin böyük hissəsi də getsin. Maraqlı məsələdir, bu nə demək idi? Hafizlərin getməsi ilə qorxuram ki, Quran-ı Kərim də böyük hissəsi itsin, batsın. Bu ona görə idi ki, Həzrət Peyğəmbərin dövründə Quran-ı Kərim 3 cəhətdən qorunurdu. Birincisi, Həzrət Peyğəmbərə vəhiy gəldiyində Peyğəmbər onu nə edirdi? Yazdırırdı. İkincisi, Həzrət Peyğəmbər həm özü əzbərləyirdi, həm də səhabələrini əzbərlətdirirdi. Üçüncüsü isə hər ilin sonunda Mələk Cəbrail Peyğəmbərimizin yanına gəlir, o vaxta qədər Peyğəmbərimizə nazil olan ayələri, surələri onunla birlikdə təkrar edirdi. Deməli, birincisi yazma üsulu ilə, ikincisi əzbərləmə ilə, üçüncüsü isə təkrar yolu ilə Həzrət Peyğəmbərin zamanında Quran-ı Kərim qorunurdu. Və bu baxımdan da canlı Quran hafizləri, Quran daşıyıcıları, canlı Quranlar mövcud olduğundan Peyğəmbərin zamanında ehtiyac duyulmamışdı. Bütün surələri və ayələri bir kitab halında cəm etsinlər. Həzrət Peyğəmbərdən sonra əsas canlı Quran sayılan Həzrət Məhəmməd yox idi. Eyni zamanda Quran-ı Kərimi əzbər bilən səhabələr mövcuddur. Lakin bu səhabələr mövcud müharibələrdə, xüsusilə də dindən dönənlərlə, dönüşlərlə, mürtədlərlə müharibələrdə şəhid olurdular. Və beləliklə Quran-ı Kərimi yaddaşlarında, hafizələrində yaşadan bir nəsil tədricən yox olurdu. Bu da ümmətin baş bilənlərini, o cümlədən Həzrət Öməri narahat eləmiş və bu təhlükəli məsələni, mövzunu o dövrdə müsəlmanların xəlifəsi sayılan Həzrət Əbu Bəkirə açmışdı. Həzrət Əbu Bəkir ilk baxışda bununla razılaşmadı. İlk başda bununla razılaşmamış və demişdir ki, ey Ömər, mən Peyğəmbərin etmədiyi işi necə edə bilərəm axı? Bir işi bilsəydi, Peyğəmbər edərdi. Lakin Ömər öz mövqeyində israrlıydı. Bildirdi ki, ey Əbu Bəkir, vallahi Allah and olsun ki, bu işdə bir xeyir vardır. Çünki döyüş müsəlmanlar üçün ağır oldu. Mən qorxuram ki, hafizlərin getməsi ilə Quranın böyük hissəsi itirilər. Və nəhayət Həzrət Əbu Bəkir, Həzrət Ömərin dediyi ilə razılaşdı. Mən burada bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə, Həzrət Peyğəmbərin səhabələrinin hər biri özünə məxsus səciyyəvi cəhətləri ilə tanınmışdı. Həzrət Ömərin xüsusiyyətlərindən biri bu idi ki, Həzrət Ömər çox müdrik, uzaq görən və xilafət tarixində özünün sonradan ona tarixdə ad qazandıracaq islahatları ilə tanınmışdır. Mən sizə bundan qabaqki münazirələrimdə 2 dərsimi Həzrət Ömərin islahatlarına həsr eləmişdim və sizə bu haqda danışmışdım. Həzrət Ömər öz dərrakəsi ilə, öz müdrik baxışları ilə təhlükəni görmüş və o dövrdə ümmətin lideri Həzrət Əbu Bəkirə bunu xəbər vermişdi. Həzrət Əbu Bəkir də məsələnin ciddiliyini, təhlükənin mövcudluğunu anlamış və qərara gəlmişdilər ki, Quran-ı Kərimi bir kitab halında toplasınlar. Həzrət Peyğəmbərin zamanında Quran-ı Kərim yazıya köçürülmüşdü başdan ayağa qədər. Amma Peyğəmbərin zamanında bir kitab halında cəm edilməmişdi. Kitab nədən ibarətdir? Kitab 2 cild arasında mövcud olan vərəqlərdən ibarətdir. Yəni, Peyğəmbərin zamanında Quran bu vərəqlərə yazılmışdı, amma kitab halında deyildi. Buna ehtiyac da yox idi. Biz bu haqda danışdıq.
Gərək ehtiyac yaransın ki, yeni bir vəziyyət ortaya çıxsın, kitab halına salmaq zərurəti də yaransın. Və buna görə də canlı Quranlar şəhid olduqca müsəlmanlar qərara gəldilər ki, Quran-ı Kərimi bir kitab halında cəm etsinlər. Həzrət Peyğəmbərin zamanında Quran-ı Kərim əsasən xurma liflərinin üzərində, saxsı qablar üzərində, nazik sal daşlar üzərində, dəri üzərində yazılırdı. Kağız o dövrdə müşkül məsələ idi. Yazı ləvazimatı çox müşkül məsələ idi. Və buna görə də Həzrəti Əbu Bəkir məsələ üzərində düşünür və qərara gəlir ki, bu işi Zeyd ibn Sabitə həvalə etsin. Kimdir Zeyd? Zeyd ibn Sabit Quran-ı Kərimi əzbər bilən səhabələrdən biridir. Mədinədli ənsarlardandır, Xəzrəc qəbiləsindəndir. Öz hafizəsi ilə, ağlı kəmalı ilə, dini dərindən bilməyi ilə ad çıxarmışdı. Və buna görə də Həzrət Ömərin, Həzrət Osmanın, Həzrət Əlinin dövründə o Mədinədə fitva verməklə, qazılıq işlərindən məşğul oldu. O qədər zehinli, hafizəli şəxs olmuşdur ki, dinin o qədər dərin bilicisi olmuşdur ki, o vəfat etdiyində Əbu Hüreyrə demişdi, bugün ümmətin qələmi öldü. Ümid edirik ki, Allah Teala onun yerinə Abdullah İbni Abbası qılsın. Yəni, onun kimi bir adam kimi kim yetişsin? Abdullah İbni Abbas yetişsin. Amma söz həqiqətən ifadəli bir sözdür. Bugün ümmətin qələmi öldü. Qələm nəyin ifadəsidir? Qələm biliyin ifadəsidir. Qələm ziyallığın ifadəsidir. Və buna görə də həmçinin qələm bir şeyi qoruyub saxlamağın, hafizələrdə yaşatmağın bir vasitəsidir. Buna görə də Əbu Hüreyrə deyir ki, bugün ümmətin qələmi vəfat etdi. Və ümid edirik ki, Allah Teala onun yerinə Abdullah İbni Abbası qılar, onun yerinə qoyar. Bax, belə bir şəxs idi. Zeyd ibn Sabit. İndi baxaq görək, Həzrət Əbu Bəkir Həssan ibn Sabitə, Zeyd ibn Sabitə nəyi tapşırdı? Zeyd ibn Sabit bununla əvvəlcə niyə barışmaq, razılaşmaq istəmədi? Buxarinin Səhih kitabında belə bir hədis vardır. Bu hədisi Zeyd ibn Sabit rəvayət etmişdir. O deyir ki, Əbu Bəkir mənim yanıma elçi göndərərək xəbər etdi ki, döyüşdə, yəni Yamamə döyüşündə mərəkə, savaş müsəlmanlar üçün ağır olmuşdur. Və orada Quran hafizlərinin xeyli hissəsi şəhid düşmüşdür. Və Əbu Bəkir elçi ilə onu da mənə bildirdi ki, bu hadisədən sonra Ömər gəlib Əbu Bəkirə dedi ki, ey müminlərin xəlifəsi, ey Peyğəmbərin xəlifəsi, döyüş ağır olmuşdur, Quran hafizləri şəhid düşmüşdür, sənə çox istəyirəm ki, Quran-ı Kərimi kitab halında yazdırasan. Əbu Bəkir isə Ömərə demişdi ki, mən Peyğəmbərin etmədiyi bir işi görə bilmərəm. Ömər isə ona israrla bildirmişdi ki, Allah and olsun ki, bu işdə xeyir vardır. Və nəhayət Əbu Bəkir Allahın Ömərin qəlbinə saldığı şeylə, yəni Quranın toplanması ilə razılaşmışdı. Bu xəbər mənə gəlib çatdığında mən Əbu Bəkirin yanına getdim. Yanında Ömər əyləşmişdi. Dinib danışmırdı. Əbu Bəkir mənə, elçinin mənə dediklərini eynisi ilə dedi. Mən də ona qayıtdım ki, siz ikiniz, yəni Əbu Bəkir, yəni Ömərlə sən, Peyğəmbərin etmədiyi bir işi necə görə bilərsiniz axı? Və onlar isə mənə dedilər ki, xeyr, bu işdə bir xeyir vardır, savab vardır, yaxşı bir şeydir bu. O vaxta qədər mənimlə danışdılar ki, axırda mən də bununla razılaşdım və həmçinin onlara dedim ki, Allaha and olsun ki, bir dağı digər dağın yanına daşımağı mənə tapşırsaydınız, daha yaxşı olardı. Quran-ı Kərimi bir kitab halında toplamaq mənim üçün çox ağırdır. İndi bizim üçün maraqlı cəhət nədən ibarətdir?
Baxaq görək, hansı xüsusiyyətlər Həzrət Əbu Bəkri vadar etmişdi ki, bu işi Zeyd ibn Sabitə tapşırsın. Zeyd, bir neçə səbəb vardır. Birincisi, Zeyd Həzrət Peyğəmbərin vəhiy katiblərindən olmuşdur. Yəni, Quran-ı Kərimi yazardı Peyğəmbərin hüzurunda. İkincisi, Zeyd Quran-ı Kərimi əzbər bilmişdir. Üçüncüsü, Mələk Cəbrayıl Həzrət Peyğəmbərin vəfat edəcəyi ildə 2 dəfə gəlmiş və Quranın tamamını, bütöv hissəsini Həzrət Peyğəmbərlə birlikdə təkrar etmiş və Zeyd də onu yazmışdı. Sonradan Zeyd bu sonuncu oxunuşu Peyğəmbərə 2 dəfə oxumuşdur. Yəni, bu deməkdir ki, Zeyd Quranın son vəziyyəti ilə tanış idi. Bununla yanaşı, Zeyd öz ibadətində, öz təqvasında heç kimin söz tapa bilməyəcəyi bir şəxs idi. Ona görə Həzrət Əbu Bəkir ona demişdi ki, ey Zeyd, nəhnu lə nəttəhimukə. Biz səni dinində qınaya bilmirik. Yəni, hər kəsin dində bir qınağı vardır. Biri deyər ki, sən düzgün filan yerdə namazı buraxdın, filan yerdə sən Quranı düzgün oxumadın və yaxud sən sünnə namazlarını buraxırsan və yaxud sənin biz bir dəfə sübh namazına qalxmayan gördük. Belə şeylər ola bilir. Amma Zeyd yeganə şəxslərdən biridir ki, onun təqvası, ibadəti haqqında kimsə söz tapa bilmirdi. Ondan irad tutsun. Və buna görə də müasir Misirli müəlliflərdən, Quranşünas alimlərdən Əllamə Zərqani deyir ki, Zeyddə, digər səhabələrdə cəm olmayan üstün keyfiyyətlər toplanmışdı. Hər şeydən qabaq o, Quran-ı Kərimi əzbər bilirdi. Peyğəmbərin vəhiy katibi idi. Quranın sonuncu oxunuşuna bələd idi. Bununla yanaşı dürüst, təmiz, etibarlı şəxs idi. Təqvası və ibadətində kimsə onda irad tuta bilmirdi. Əxlaqı gözəl idi. Əmanətə sahib çıxardı. Allahdan son dərəcədə qorxurdu. Bunu kim deyir? Əllamə Zərqani demişdir. Və həmçinin Zeydin özünün də yuxarıda hədisdə dediyimiz kimi söylədiyi bu sözlər onun təqvasına, onun dindəki məsuliyyətinə dəlalət edir. Zeyd nə demişdi? Allah and olsun ki, bir dağı digər dağın yanına daşımağı mənə tapşırsaydınız, bu daha yaxşı olardı mənim üçün. Bu daha yüngül olardı. Amma Quran-ı Kərimi bir yerdə toplamaq mənim üçün daha ağırdır. Bu onu göstərir ki, insan məsuliyyət duyur. Və əvvəlcə Həzrət Əbu Bəkirlə, Həzrət Ömərlə razılaşmamağı da göstərir ki, bu nəsə təklif, vəzifə tapşırılanda sevinə-sevinə gedən şəxslərdən olmamışdır. Halbuki hər kəs istəyər ki, Quran-ı Kərimin toplanmasını ona tapşıraydılar. O da tarixə bu şərəfli adla düşərdi. Amma Zeyd belə deyildi. O əvvəlcə bundan imtina etmişdi. Bütün bunlar da göstərir ki, Zeyd təmiz, Zeyd təqvalı, Allahdan qorxan bir səhabə olmuşdur. İndi isə gəlin baxaq görək, Həzrət Əbu Bəkrin dövründə hansı şərtlər əsas götürülərək Quran-ı Kərim cəm edilmişdir. Həzrət Əbu Bəkir bu işi Zeyd ibn Sabitə tapşırdı. Zeyd ibn Sabit Quran-ı Kərimi toplayarkən 2 şərti nəzərə almışdı. Bunlardan birincisi buydu ki, o, Həzrət Peyğəmbərin ona yazdırdıqlarını yanında saxlamışdı. Dedik ki, o vəhiy katibi idi. İkincisi, Quran hafizlərindən, Mədinədə yaşayan Quran hafizlərindən tələb etmişdi ki, hər kəs Peyğəmbərin sağlığında nəyi yazıbsa, onu gətirsin. Üstəlik 2 nəfər şahid də özləri ilə gətirsin ki, və onlar da şahidlik etsinlər ki, bəli, bu şəxs bu yazdıqlarını bizim şahidliyimizlə Peyğəmbərin hüzurunda yazıb. Deməli, Zeyd sadəcə hafizəyə güvənmirdi. Sadəcə demirdi ki, kim əzbərə nə bilirsə, onu gəlsin mənə desin, mən də yazım. Hansı şərti qoymuşdu? Yazdıqlarınızı gətirəcəksiniz, əlavə 2 nəfər şahid də tutacaqsınız ki, onlar məhz sizin yazdıqlarınızın Peyğəmbərin hüzurunda yazıldığını mənə şahidlik etsinlər. Bu, həqiqətən də
Qurani Kərimin yazıya köçürülməsində deyil, Qurani Kərimin bir kitab halında cəm edilməsində nəzərə alınan ən dəqiq metodidir. Və beləliklə Mədinədəki Peyğəmbər məscidində Zeyd ibn Sabit Qurani Kərimi kağıza yazdı, onu iki qapaq arasında bir kitab halına gətirdi. Deməli, bir daha Zeyd Qurani Kərimi bir kitab halına gətirərkən iki meyardan çıxış etmişdi. Bunlardan birincisi özünün yazdıqlarıydı, özünün hafizəsi idi. İkincisi isə səhabələrin yazdıqlarıydı və bu yazdıqların da düzgünlüyü üçün onlardan nə tələb etmişdi? 2 nəfər şahid tələb etmişdi. Bu 2 nəfər şahid də nəyə şahidlik etməlidirlər? Bəli, biz gördük ki, filan kəs gətirdiyi o yazıları Peyğəmbərin huzurunda yazmışdır. Və çünki Peyğəmbər yazdırırdı və sonra da deyirdi ki, yazdıqlarınızı mənə oxuyun. Nəyə görə? İnsan səhv yaza bilər. Və yaxud münafiqlər ola bilər. Və həqiqətən də Peyğəmbərin vəhiy katiblərinin biri dindən sonradan dönüb münafiqlik eləmişdi. Amma Peyğəmbər bunun qarşısını almaq üçün nə edirdi? Yazdıqlarınızı mənə oxuyun deyirdi. Və beləliklə Həzrət Əbu Bəkrin dövründə Qurani Kərim 2 qapaq arasında cəm edilmiş kitab halına gəlmişdi. Və bu nüsxə Həzrət Əbu Bəkrin yanında saxlanılırdı. Mühüm məsələlər üçün ona müraciət olunurdu. Və yaxud mümkün idi ki, fərqli qiraətlərə görə 2 sahabə fərqli Quran oxusun. Bu zaman fikir ayrılığı yarandıqda xəlifəyə müraciət edirdilər. Xəlifə də həmin Qurani Kərimi açırdı və onların səhvini düzəldirdi. Sonradan Həzrət Əbu Bəkir deməli 2 il bir neçə ay xilafətdə olmuşdur. Onun xəlifəliyi 634-cü illərdə olmuşdur. Hicri təqvimlə bu Hicri 11-13-cü illərdir. Və Həzrət Əbu Bəkir Cəmadəl Axirə ayında vəfat etdi. Bundan sonra müsəlmanların xəlifəsi Həzrət Ömər oldu. Həzrət Ömər həmin nüsxəni özündə saxladı. Kitabı özündə saxladı. Bundan sonra Həzrət Ömər şəhid edildikdən sonra həmin bir dənə yeganə Quran nüsxəsi onun qızı, yəni Həzrət Peyğəmbərin həyat yoldaşı Həfsəyə tapşırıldı. Həfsə də onu ölənə qədər yanında saxladı. İndi isə bir məsələyə toxunmaq doğru olardı. Həzrəti Əbu Bəkrin dövründə toplanmış bu Quranın adı nə idi? Məlum məsələdir ki, Quran dedikdə Qurani Kərimin içindəki sözlər nəzərdə tutulur. O sözləri oxuma başa düşülür. Amma Qurani Kərimin toplandığı kitabın adı nədir? Biz indi Qurani Kərim deyirik. Amma o dövrdə nə deyirdilər? Onu müshəf adlandırdılar. Müshəf səhifələrin yığıldığı kitaba deyilir. Səhifələnən topluya deyilir. Və Suyutinin, sonra Əbu Bəkir İbn Əbu Davudun kitablarından məlum olur ki, ona müshəf adını Həzrət Əbu Bəkir vermişdir. Ki, toplanmış kitaba hər kəs Quran deyirdi, amma o kitabın adı nə idi? Müshəf idi. Bir daha deyirik ki, Qurani Kərimdəki sözlərin tələffüzündən irəli gələn bir addır. Amma o surələrin, ayələrin, sözlərin toplandığı kitabın adı nədir? Müshəfdir. İndiki dövrdə ərəblər də bu cür deyirlər. Müshəf deyərlər. Qurani Kərim nədir? O sözlərin tələffüzüdür, surələrin tələffüzüdür. Ayələrin tələffüzündən irəli gələn bir addır. Və bu baxımdan da Həzrət Əbu Bəkirin dövründə edilmiş bu işlə bağlı maraqlı bir bənzətmə söylənilir. Deyirlər ki,
Quran-ı Kərimin kitab halına salınmasının təklifi Həzrət Ömərdən gəldi. Bu işə nəzarəti bir xəlifə kimi Həzrət Əbubəkir həyata keçirdi. Bu işi icra edən Zeyd ibn Sabit oldu, ona kömək edənlərsə bütün səhabələr oldu. Bax, ilk dövrdə Quran-ı Kərimin cəm edilməsini qısa şəkildə bu cür ifadə eləmək mümkündür. İndi isə baxaq görək, həmin bu müshəfin, Quranın xüsusiyyətləri, məziyyətləri nə idi? Həzrət Peyğəmbərin zamanında Quran-ı Kərimi yazmışdılar, müxtəlif səhabələr yazmışdı, özlərində də nüsxalında saxlayırdılar. Amma bu səhabələr o Quran-ı Kərimi yazıyalarkən öz əlavələrini edirdilər. Sonra məlum məsələdir ki, Quran-ı Kərimə ayə nazil olurdu, sonra o nəsx oluna bilirdi. Həzrət Əbubəkirin nüsxəsi dəqiqləşdirilmiş, bütün müqayisə elmi metodlarına təhkim edilmiş bir kitab idi. Və özü də o ayrı-ayrı səhabələrdəki Quran-ı Kərimlər müxtəlif səhabələrin təsdiqini qazanmamış nüsxələr idi. Amma Həzrət Əbubəkirin zamanında toplanmış o Quran-ı Kərim nüsxəsini bütün səhabələr təsdiqləmişdilər. Və demişdilər ki, bu Peyğəmbərin dövründə enmiş Quranın özüdür. Ayrı-ayrı səhabələrdə mövcud olan Quran-ı Kərimlər isə dediyim səbəblərə görə kamil deyildilər. Birincisi, onu səhabə yalnız özü yazırdı. Bu zaman dəqiqləşdirmə işinə heç kəs nəzarət etmirdi. Səhabə düz yazır, səhv yazır. İkincisi, mümkün idi ki, bir ayə gəldikdən sonra həmin ayə sonradan nəsx olunsun. Bu, həmin səhabələrin yazdığı Quran-ı Kərim nüsxələrində qalırdı. Üçüncüsü, deməli, birincisi nə idi? Dəqiqləşdirilmirdi. İkincisi, nasix, mənsux ayələr nəzərə alınmırdı. Bunlar əsas götürülmürdü. Üçüncüsü, səhabələr mümkün idi ki, həmin yazdıqlarına özlərindən şərhlər, əlavələr edirdilər. Amma Həzrət Əbubəkirin dövründə olan Quran-ı Kərim yoxlanıldı. Bütün səhabələr hə dedilər və bildirdilər ki, burada heç bir problem mövcud deyildir. Əsas məsələlər elə bundan ibarət. Deməli, dəqiq elmi metodoloji tələblərə cavab verirdi Həzrət Əbubəkirin Quran nüsxəsi. İkincisi, bütün səhabələr, yəni müsəlmanlar bu Quran-ı Kərimin səhihliyi, mötəbərliyi haqqında fikir yekdilliyinə sahib idilər. Bununla yanaşı, Həzrət Əbubəkirin cəm elədiyi Quran-ı Kərimdə 7 hərf nəzərə alınmışdır. Nədir 7 hərf? 7 hərf müxtəlif ərəb qəbilələrinin ayələri öz ləhcələrinə uyğun oxumasıdır. Məzmun dəyişmir, məna dəyişmir. Amma qəbilənin dilində olan bir sözün deyilmə forması digər qəbilənin dilindəki formasından biraz fərqlənirdi. Həzrət Peyğəmbər buna icazə vermişdi. Çünki nəyə görə? Qəbilələr bir yerdə yaşayırdılar və bu fərqlilik fikir ayrılıqlarına gətirib çıxarmırdı. Amma sonradan bu hökm aradan qaldırıldı. Ona görə qaldırıldı ki, ərəb dilinə bələd olmayanlar, yaxud müxtəlif ölkələrdə yaşayan ərəblər arasında bu fərqli oxunuş tərzlərinə görə fikir ayrılıqları yaranmasın. Və buna görə də sonradan Həzrət Osmanın dövründə yenidən tərtib edilmiş Quran-ı Kərimdə bir ləhcə əsas götürüldü. Quran-ı Kərimin endiyi ləhcə, Qureyş ləhcəsi. Bəli, Həzrət Peyğəmbərin dövründə Quran Qureyş ləhcəsində nazil olurdu. Amma Peyğəmbər bəzi qəbilələrin üzvlərinə öz dillərin ləhcələrinə uyğun oxumağa icazə vermişdi. Amma hansı ləhcədə enmişdi? Qureyş ləhcəsində enmişdi. Həzrət Osman da məhz Quran-ı Kərimi yenidən tərtib edərkən bu ləhcəni əsas götürmüşdü. Həzrət Əbubəkirin gördüyü iş o qədər böyükdür ki, sonradan Həzrət Əli deyəcəkdir. Allaha and olsun ki, Quran-ı Kərim müshəflər məsələsində ən çox savab qazanan şəxs Əbubəkirdir. O, Quran-ı Kərimi 2 cild arasında toplamışdı.
Bu, Həzrəti Əlinin sözüdür. Bizim üçün maraqlı cəhətlərdən biri də odur ki, indi baxaq görək, Zeyd ibn Sabit bu Quran-ı Kərimləri cəm edərkən, yəni Quran-ı Kərimin ayələrini, surələrini bir kitabda cəm edərkən, onları nədən toplamışdı? Hansı yazı materiallarından cəm etmişdi? Peyğəmbərimizin zamanında bayaq dediyimiz kimi, yazı ləvazimatları müşkül məsələ idi. Kağız demək olar ki, yox idi. Mürəkkəb tapmaq çətin idi. Kağız əvəzinə o dövrdə ərəblər şiirlərini, qeydlərini müxtəlif ləvazimatlar üzərində yazırdılar. Məsələn, gil lövhələr üzərində yazırdılar. Sonra papirus üzərində yazırdılar. Xurmanın lifləri üzərində yazırdılar. Zeyd ibn Sabitin ayələri və surələri topladığı həmin materiallar barədə hədisləri oxuduğunda qarşımıza bu materiallar haqqında maraqlı məlumatlar çıxır. Məsələn, qeyd olunur ki, o dövrdə müsəlmanlar, Həzrət Peyğəmbərin dövründə müsəlmanlar ayələri xurma lifləri üzərində yazılmışlar. Həmçinin xurma yarpaqlarını qalın damarları üzərində, çünki yarpağın damarları var belə, onun qalın damarları üzərində yazılmışlar. Sonra heyvanların kürək sümükləri üzərində yazılmışlar. Kürək sümükləri hər birimiz görürük, nazik olur və səthi də düz olur və həmçinin geniş olur. Onun üzərində yazı yazmaq mümkündür. Bununla yanaşı saldaşlar üzərində. Saldaş nədir? Üzərisi hamar olan enli daşlara deyirlər. Kitabələr onların üzərində yazılar. Sonra aşlanmış dəri üzərində yazılmışlar. Sonra ağ dəri üzərində yazılmışlar. Dərinin arxa hissəsi düzgün qurudulduqda ağ olurdu və ona hətta ərəblər əs-sahifətul bəyda, yəni ağ səhifələr deyirdilər. Sonra o dövrdə ərəblər heyvanların üzərində oturmaq üçün taxtadan yəhər düzəldirdilər və onu heyvanın, dəvənin, atın və yaxud qatırın belinə qoyurdular. Nazik taxta lövhələr idi. Onun üzərində yazmışlar Quranələr. Bununla yanaşı xüsusi iti daşlar vardı ki, bu iti daşlar don vurduqda daş parçalanırdı və iti kəsən tərəfləri olan lövhələr yanırdı. Bax, bunun üzərində yazırdılar. Sonra dəri perqament üzərində yazırdılar. Zeyd ibn Sabit bütün bunları cəm etmiş, onların üzərində yazılmış Quran ayələri və surələri kağız üzərində toplamış və onu kitab halına gətirmişdir. İndi isə bir məsələyə baxaq ki, Quran-ı Kərimin Həzrət Əbu Bəkrin dövründə bir kitab halına salınmasının nəticələri nə oldu? Birincisi, Quran-ı Kərim cəm oldu, qorundu və artıq müsəlmanların müraciət etdiyi bir kitab halına gəldi. İkincisi, insanlar artıq Quran-ı Kərimin itib batacağından narahat olmamağa başladılar. Çünki o dövrdə Quran-ı Kərim yalnız yaddaşlarda daşınırdı. İnsanlar vəfat etdikcə, səhabələr şəhid olduqca bir qorxu yaranırdı. Artıq kitab halına salındıqdan sonra o qorxu yox oldu. Bununla yanaşı, müxtəlif yerlərdə dağınıq halda olan səhifələr artıq bir yerdə, bir məkanda, yəni xəlifənin yanında hifz olundu. Quran-ı Kərim artıq bir məkandaydı. Bununla yanaşı, səhabələr və o dövr müsəlmanları qətiyyətlə, yəqinliklə anladılar ki, hər nə qədər Peyğəmbərin zamanında kitab halında toplanmasa da, Quran-ı Kərimi zərurətdən dolayı toplamaq bidət, kitab halına gətirmək bidət deyildir. Və nəhayət, ən əsası isə o idi ki, o dövrdə səhabələr bütünlükdə bu Quran nüsxəsini, bu kitabın mötəbərliyini təsdiqləmiş oldular. Yəni, ümmət o dövrdə, müsəlmanlar, səhabələr bir mənalı şəkildə təsdiqlədilər ki, Əbu Bəkrin cəm etdiyi Quran
Həzrət Peyğəmbərin dövründəki Qurandır. Yəni, Həzrət Peyğəmbərə enmiş bütün surə və ayələri özündə cəm edən bir kitabdır. Son olaraq onu demək istəyirəm ki, əziz xanımlar, əziz bacılar, ümmətin Quran-ı Kərimə olan istiqanlı baxışı, Quran-ı Kərim üçün fədakarlığı elə ilk illərdən Həzrət Peyğəmbərin vəfatından sonra özünü göstərmiş və ümmət Quran-ı Kərimə olan məsum sevgisindən dolayı Quranı kitab halında toplamış, onun itib batmasının qarşısını almış və beləliklə bütün bu əməliyyatlar, Quran-ı Kərimin toplanması Hicr surəsində bu Quranı məhz biz indirdik və məhz biz də qoruyacağıq ayəsinin həyatdakı isbatı idi və Quran-ı Kərim digər səmavi kitablardan fərqli olaraq bizim dövrümüzə də qorunaraq gəlib çatdı. Səhabələr bu işi həyata keçirdilər. Allah Taala'nın bərəkəti ilə, Allah Taala'nın xeyir duası ilə və beləliklə biz əlimizdə mövcud olan bu Quran-ı Kərimə görə Həzrət Əbu Bəkrə borçluyuq, Həzrət Ömərə borçluyuq və bununla yanaşı Zeyd ibn Sabitə borçluyuq. Bir sözlə Peyğəmbərin yetirmələri olan səhabələrə borçluyuq. Allah onların hamısından razı qalsın. Quran-ı Kərimdə bizim üçün o dünyada şəfaətçi olsun. Allah razı qalsın.